Salam aşqalarım, sabahınız xeyir, necəsiz, gününüz uğurlu olsun, sahurunuz mübarək olsun. Necəsiz, neyinirsiniz? Mən sahura mərcimək supu bişirdim. Əslində sahura bişirməmişəm, iftarımıza bişirmişəm. Sadəcə olaraq saat 8-dən evdə çıxacaq. Bir də axşam gələcək deyə hazır olsun, iftarımıza yeməyimiz olsun deyə hazırladım. Amma sahurumuzu elə bundan elədik. Çox dadlı idi. Mərcimək supu bişirdim. Əslində heç mərcimək supu da demək olmaz. O qatma qarışıq bir şey idi. Kartof, soğan, bir qaşıqdan biraz artıq mərcimək, biraz bulgur, düyü, azca vermişik. Hamısını qarışdırdım, tökdüm, biraz da düyü attım. Lap azca biraz yağ attım. Hamısı birlikdə qaynadı. Sonra blenderdan keçirtdim. Vallahi ne yalan deyim, çox dadlıydı. Çox bəyəndik biz, sevə-sevə də yedik, orucumuzu tutduq. Allah bütün oruç tutanların orucunu qəbul eləsin inşallah. Çox gözəl sahur oldu. İndi də gedək yataq. Yataq canımıza çıxsın, biraz da kökələk. Allah hər kəsin orucunu qəbul eləsin inşallah. Çox gözəl gün oldu. Sağ olun, salamat qalın. Sizi sevirəm, bilirəm ki, siz də məni sevirsiniz.